Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Time Trial test toplusundan, deməli, sınaq 1-dən ikinci sualın izahına baxırıq. Qeyd edim ki, MIQ sertifikasiya imtahanına düşən sual tiplərindən biridir bu. Deməli, mürəkkəb cümləni sadə cümləyə çeviririk bu sual tiplərinə. Kevin completed his bachelor degree because he had worked really hard. Kevin deyir ki, bakalavr dərəcəsini tamamladı, çünki o həqiqətən çox çalışmışdı. Okay. Biz indi burada diqqət eləyirik ki, hər cümlənin özünün mübtədası, xəbəri var, düzdürmü? Bunu görürük, bu var. İndi nə edəcəyik biz burada? Sadə cümləyə çevirməyim üçün mənim bir dənə mübtəda, bir dənə xəbərim olmalıdır. Həmcins, belə deyim, həmcins üzvlər ola bilər, problem deyil, amma mürəkkəb cümlə strukturunda bir cümlədə, deməli, bir mübtəda, bir xəbər saxlamalıyam ki, mənim cümləm sadəyə çevrilsin, sadə cümlə olsun. Bunun üçün də biz əsas feillərimizdən, mübtədalarımızdan birini atırıq və əsas feillərimizdən birini deməli, gerund, participle one, participle two bu formalardan birinə çevirməliyik. Deməli, diqqət eləməyiniz gərəkən hissə, buradakı mübtəda Kevin'i saxlamalısan, amma he-ni atmalısan. Çünki he əvəz edicidir. Onsuz da bütün cümlələrdə bunu saxlayıb. Okay. İndi mən he-ni atıramsa, he olan tərəfdən reduction etməliyəm, qısaltma etməliyəm, belə deyim. Tamam, baxıram ki, had worked verib. Bu, keçmiş, bitmiş zamandır, past perfect. Əgər bitmişlik vardısa feilin tərkibində, keçmiş bitmiş olar, indiki bitmiş olar. Adətən keçmiş bitmişdə mütləqdir ki, burada mən burada qısaltma edərkən have worked yerinə having worked yazmalıyam. Yəni mən bunu çevirəcəm participle one-a. Had-ə ing artıra bilmirəm axı. Tuzlu məstər forması have-dır bunun. Have ing artıram. Having worked olmalıdır. Okay. Mən təkcə working yaza bilərəmmi ya da worked yaza bilərəmmi? Xeyr. Əgər bitmişlik varsa, orada have olmalıdır qısaltmada. B-də yoxdur have. C qaldı. D-də yoxdur, Y-də yoxdur. Düzdürmü çıxdım? C bəndində have been worked, having been worked. Artıq bu məhsuldur. Məhsula salıb. Have been məhsulluq ifadə edir. Have been-dən sonra participle to gəlir. Amma mənim cümləmdə had worked məlum növdə daxı məhsulda deyil. Onda mən qısaltmanı da məhsulda edə bilmərəm deməkdir. C-də çıxıram, cavab qara variantı. Having worked really hard, Kevin completed his bachelor degree. Deyirəm ki, həqiqətən çox çalışdığına görə Kevin öz bakalavr dərəcəsini tamamladı. Bu arada bir dənə də şey qeyd edim ki, because o bağlayıcılardandır ki, qısaltma reduction olduğu zaman deməli düşə bilir. Yəni qısaltmada istifadə edilməsə də doğru olur.